Çilə Bars dilindədir. Çilə 40 deməkdir. Maraqlı sualdır Hüseyn qardaş. Bəziləri iddia edir çilə sözü fars dilində olan sözdən götürülüb və 40 deməkdir. Qeyd edim ki, fars dilində 40 zəhər deməkdir. Əgər nərtaxta oynayırsınızsa, zahar sözü ki var, yəni həmin o köklə uyğun sözdür. İndi sən zaharın üzünü, başını döyük, görüm o çilə sözünə necə çevrilir. Və ya zəhəl sözü, yəni fars dilində 40 olan söz çiliyə necə çevrilir. Və bu arada qeyd edim ki, biz qışı hansı aylarla deyirik? Böyük çilə, kiçik çilə və boz ay. İndi fikir verin. Sağ ol. İndi fikir verin. Böyük çilə deyəndə, əgər bu çilə 40-dırsa, böyük çilə nədir? Böyük çilə elə türkülərdə 40 gündür. Yaxşı, bu böyük çilədirsə, yəni onda belə çıxır, böyük 40. Növbəti ay 20 gün olur. Buna da deyirlər türkülər kiçik çilə. Nə olur? Bu da olur kiçik 40. Məntiqə uyğun gəlir. Yəni yenə deyirəm də hər şey farslaşdırmaqla deyil. Və növbəti də boz aydır. Bir fikir verin. Demək burada bir məntiq var və bu məntiqə əsasən türklər deyir ki, bir böyük çilə var. Sonra deyir ki, bir kiçik çilə var və ondan sonra da o nədirsə o bozlaşır olur boz çilə. İlk dildə ç səsi ilə u saitinin birləşməsindən utsu kökündən yuxarı və onun ziddi kimi aşağı mənasına gələn söz və həmçinin işıq və onun ziddi kimi aşağı qaranlıq mənasına gələn söz kökünün olduğunu görürük. Və biz utsu kökündən dilimizdə çal sözünün olduğunu görürük və əski türk dilində açal, çal sözü işıq, isti, yuxarı mənasına gəlmişdi. Filankəsin saçı çallanıb. Məsəl üçün mənim saçım çallanıb, yəni ağarıb. Yəni qədim dildə isti, işıq, ağ sözləri bir-birini xarakteri olan sözlərdir. İndi dil təhlilini danışmırıq. Yəni bax o çal sözü həm yuxarını bildirir, həm işığı bildirir. Və onun ziddi kimi olan çal sözündən bizim dilimizdə çöl sözü var. Yəni düz, aşağı mənasını bildirir və eyni ilə çil sözü qara və ya qış mənasına gəlir. Əski türk dilində demək çil sözü qış mənasında da işlənib və tünd, aşağı və ya tünd mənasında işlənib. Məsəl üçün, ləkəli toyuğa nə deyirlər? Çil-çil toyuq. Və ya bir insanın üzündə ləkələr olanda nə deyirsən? Çil-çil. Və bu çil nədir? Demək, yuxarının aşağısıdır. Qısaca deyim, məsəl üçün, qor sözü əski türk dilində həm yuxarını bildirir, həm işığı bildirir. O qor sözündən ziddi kimi aşağını bildirən quru sözü var və həmçinin işıqsızlıq mənasına gələn qara sözü var. Aydın məntiqin ziddi kimi də uçul, çal sözü yuxarını bildirir, çil sözü isə aşağını, soyuğu bildirir. Çox təəssüf ki, vaxtımız yoxdur, qarşıda bunu geniş formada deyərəm. Dolayısıyla buradakı böyük çilə, böyük qış deməkdir, böyük soyuq deməkdir, kiçik çilə, kiçik qış deməkdir və artıq boz ay nədir? Nə qışdır, nə yazdır, boz aydır.